Salam uşaqlar, bu gün sizinlə Makedoniya mövzusunun izahına baxacağıq. Deməli, Makedoniya Yunanistanın şimalında yerləşir, yəni eyni ərazidə Balkan yarımadasında yerləşir, amma Yunanistandan şimalda. Paytaxtı Pella şəhəridir. Ən güclü hökmdarı isə eradan əvvəl dövründə əsli hakimiyyətdə olan 2-ci Filippdir. 2-ci Filippin Yunanlılar üzərində bir hücum olur və biz bununla bağlı eradan əvvəl 338-ci Xeyonər döyüşü öyrənirik. Xeyonər döyüşündə İskəndərin iştirakı var, amma İskəndər burada sərkərdə kimi iştirak edir, hökmdar kimi deyil. Çünki hökmdar dediyim kimi 2-ci Filipdir. Xeyonər döyüşündə Makedoniya qalib gəlir, Yunanlılar məğlub olur. Amma Spartadan başqa deyirik ki, Yunan şəhər dövlətdən azaldığından son qoyulur. 2-ci Filipdən sonra oğlu hakimiyyətə gələcək, yəni ki İskəndər. İskəndər eradan əvvəl 336-cı ildən 323-ə qədər hakimiyyətdə olub. Onun şərqə yürüşü eradan əvvəl 4-cü əsrdə 334-cü ildən başlayır, yəni. İlk döyüşlər Qranik və üst döyüşdür. Qranik döyüşü eradan əvvəl 334-dür, üst döyüşü eradan əvvəl 333-dür. Bu döyüşlərdə həmin hökmdarı 3-cü Dara məğlub olacaq. Daha sonra bu döyüşlərdən sonra İskəndər Suriyanı, Fələstini, yəni Aralıq dənizinin şərqini, bir müddət sonra isə döyüşsüz Misir tutacaq. Misir kahinləri isə dediyimiz kimi Misir mövzusunda İskəndəri Firon və ya Tanrı adlandırmış olacaq. Misri fəth edəndən sonra isə İskəndər Əhəmənilərlə yenidən müharibə apara bilsin deyənə Mesopotamiya ərazisinə geri qayıdır. Eradan əvvəl 330-cu ildə isə bunlar arasında Qavqamela döyüşü olur. Qavqamela döyüşü nəticəsində 3-cü Dara məğlub olur. Amma İskəndər 3-cü Daranı öldürmür. 3-cü Daranı öz adamları öldürəcək. Eradan əvvəl 327-ci ildə deyirik ki, İskəndər Hindistana hücum edir və Hindistanın şimal-qərbini öz ərazisindən əlavə eləmiş olur. Daha sonra o Hindistana yürüşünü yarımçıq dayandırır. Bunun da bir neçə səbəbi var idi. Birincisi deyirik ki, əhali güclü müqavimət göstərmişdi və İskəndərin əsgərləri yorulmuşdu. Ona görə o Hindistanı tam fəth edə bilmir. Daha sonra deyirik ki, Makedoniyanın apardığı işğallar nəticəsində dövlət Balkan yarımadasından Hind sahilinə qədər uzanır. Bunu da rahat nəzərdə saxlayırıq. Dedik ki, dövlət Balkan yarımadasından şimalda yerləşir, Yunanistandan şimalda. Axırıncı dəfə bunu öyrənirik ki, getdiyi ərazi haradır? Hindistan, düzdür. Demək, Hind çayı Hindistandadır normal olaraq. Demək, Balkandan başlayan dövlət Hind çayına qədər ərazisini genişləndirir və normal olaraq imperiyaya çevrilir və Babil şəhərində imperiyanın paytaxtı eləmiş olur. Babil şəhərinin yerinə baxmaq istəyənlər, baxın bu hissədə yerləşir, iki çay arasının aşağı hissəsində yerləşir. Daha sonra deyirik ki, İskəndərin imperiyası eradan əvvəl 323-cü ildə onun ölümündən sonra parçalanacaq. Bunlardan biri Makedoniya, biri Misir, biri də Suriya ərazisi olacaq. Bizim bildiyimiz məşhur Selevkilər dövləti, yəni. Bir də Azərbaycanda Atropatena Albaniya yaranır. Bunu keçmişik sizlərlə. İskəndərin imperiyası parçalanandan sonra həmin əraziləri deyirik ki, sərkərdələri idarə eləməyə başlayır və sərkərdələri vilayətləri idarə eləmək üçün Yunan Makedoniyalılardan məmurlar təyin edirdilər. Və həmin dönəmdən sonra deyirik ki, eradan əvvəl 2-ci əsrin ortalarında hardasa eradan əvvəl 146-cı ildə Roma Respublikası Makedoniya işğal eləmiş olur. Bunu Roma mövzusunda detallı bir şəkildə izah edəcəm. Daha sonra gəlib Ellim mədəniyyətindən danışırıq ki, İskəndərin şərqə yürüşü nəticəsində Ellim mədəniyyəti daha çox yayılmış olur. Və bizim burada öyrəndiyimiz bir əsas məsələ İskəndəri şəhərinə bağlıdır ki, İskəndər bunu Nil çayının sahilində öz şərəfinə saldırmışdı. Aralıq dənizinin sahilində yerləşən ən böyük şəhərdir. Mən sizə xəritdə Aralıq dənizinin yerini izah eləmişəm. Ümid edirəm ki, yadınızda qalıb. Və həmin İskəndər ki var, İskəndəriyə şəhərini Misir padşahlığının paytaxtı elan etmiş olacaq. Və həmin şəhərin özündə eyni adlı bir kitabxana da var idi ki, orada 700 minə qədər əl yazma saxlanılırdı. Həmçinin şəhərin özündə Evklit, Arximed kimi məşhur alimlər fəaliyyət göstərmişdi. Daha sonra İskəndərlə bağlı digər əsas məsələ oldu ki, İskəndəriyə mayağı tikilmişdi onun adına bağlı və dünyanın 7 möcüzəsindən biri hesab olunur. Mayak da bildiyimiz kimi gəmilərə gecə yol göstərən bir teleqülləyə bənzər ki, işıq saçır ki, gəmilərə səyahət zamanı yol göstərə bilsin. Daha sonra mövzunun ən son hissəsində yazı yazılmış vasitələr var. Yəni hər bir ölkə yazı nə üzərində yazır. Makedoniyaya baxsınız, burada siz perqament yadda saxlamalısınız və papirus. Papirus daha çox Misirə aid əslində. Perqament isə aid Makedoniyaya. Yunanistan'da mumun üzərində, Çində ipək, bambuq kağız üzərində, Şumerdə gil, Misirdə papirus üzərində yazıldığını vurğuluyoruz. Daha sonra isə Roma mövzusunun video izahına baxacağıq. Roma qəbula əsaslı bir şəkildə düşən mövzulardan biridir.
Ərazisi ilk öncə yadda saxlanmalısınız. Əgər Yunanistandan sonra deyirik ki, məsələn Yunanistan Balkan yarımadasında yerləşir, Roma Apennin yarımadasında. Roma çəkməyə bənzər, qadın çəkməsinə bənzədə bilənlər, bunu uzunboğaz çəkməyə bənzədə bilsə, dabanı da var görürsüz. Xəritədə problem yaşamayacaq. Çəkmənin burnu Siciliya adasında bu ilə bağlı bir müharibə danışacağıq. Bu İcilsə var, bu Karfagen ərazisidir, bu Sardiniya, bu da Korsika adasıdır ki, İtaliya, yəni Roma bunları işğal eləmək üçün mübarizə aparır. Dedik ki, Apennin yarımadasına yerləşmiş olur, amma İtaliyanın özü biz buzovlar ölkəsi deyirik. Yarımadanın cənubunda baxın, bu hissədə, yəni Siciliya adası yerləşmiş olur. Apennin yarımadasının ən çox inkişaf edilmiş tayfası isə Etrusklardır. Sonra gəlir Roma şəhərindən danışmağa. Deməli, Roma şəhəri eradan əvvəl 753-cü ildə salınır və Romalılar təqvimən, yəni ilin başlanğıcında buradan götürürlər. Məsələn, Yunanistanda eradan əvvəl 776-dan götürürdüksə, burada eradan əvvəl 753-dən götürürük. Sonra Roma tarixinin üç dövrləri: padşahlıq, respublika və imperiya. Padşahlıq eradan əvvəl 753-dən 509-adır. Respublika 509-dan 27-yədir. İmperiya 27-dən bizim eramızın 395-ci ilinə qədərdir. İndi baxırıq. Padşahlıq dövrünə bağlı çox qısa bir məsələ öyrənirik ki, hakimiyyətin başını təbii ki, padşah, yəni hökmdar dururdu. Hökmdarın yanında senat, yəni ağsaqqallar şurası fəaliyyət göstərib. Bir də senat başlanğıc dövrdən axıra qədər var. Yəni biz hər hansı bir mərhələdə senatın ləğvindən danışmırıq deyənə, senat hər üç dövrdə var. Daha sonra əhalini təbəqələrə bölürük. Məsələn, Yunanistanda demosuna aristokratlar idi demişdik. Yunanistanda padisini plebedir. Əstəğfurullah, Romada padisini pleberlər deyirik. Padislər Romanın ən qədim sakinləri hesab olunurlar və Romanın ən iri torpaq sahiblərinə malik şəxslər elə padislərin özləridir. Senatın üzvləri, yəni ağsaqqallar şurası üzvləri də məhz onlardan seçilirdi. Pleberlər isə Romaya başqa yerlərdən köçüb gələnlər idi. Ən çox orduda xidmət edirlər. Amma onlara torpaq payı verilmirdi. Ancaq varlıların torpağını icarəyə götürüb becərə bilərdi. Sonra gəlir Respublika dövrünə. Respublika eradan əvvəl 509-cu ildən başlayır. Yəni əsl olaraq demək istəsəm, bu düşür 6-cı əsrin sonlarına, əvvəllərinə yox. Yəni bu çaşdırmasıdır ki, eradan əvvəldir. Davam edir dediyimiz kimi eradan əvvəl 27-ci ilə qədər. 509-cu ildə Romada qurulan quruluş respublikadır və seçkili orqandır. Bunu unutmuruq. Yunanistanla Romanın oxşar cəhətidir seçkili orqanların mövcud olması. Respublika əslində xalq işi, xalq hakimiyyəti deməkdir. Sadəcə Romada qurulan respublika xalqın hakimiyyətini göstərmir. Zadəganların hakimiyyətini göstərir. İndi bu niyəsini izah edəcəyik. Deməli, respublika qurulandan sonra belə plebeylər yenə hüquqsuz qalırlar. Ona görə orduda xidmətdən imtina edirlər və mübarizəyə başlayırlar padislərə qarşı. Eradan əvvəl 509-dan eradan əvvəl 3-cü əsrə qədər deyirik ki, bunlar mübarizə aparır. Mübarizədə plebeylər qalib gəlmiş olur və plebeylər 3 dənə hüquq əldə edəcək. Eradan əvvəl 5-ci əsrin əvvəllərində deyirik ki, onların özlərinin hüquqlarını qoruyan bir xalq tribunu seçmək hüququ əldə etmiş olur ki, bu xalq tribunu öldürmək Romada ən ağır cinayət idi. Eradan əvvəl 3-cü əsrin əvvəllərində onlar qanun qarşısında bərabər olmaq hüququ qazanırlar. 3-cü əsrin birinci yarısında isə tam hüquqlu vətəndaş olmağa başlayırlar və istənilən vəzifə seçə bilərlər deyirik. Deməli, dediyimiz kimi, Roma Respublikası demokratik bir dövlət ola bilmir. Çünki hakimiyyətin çoxunda, demək olar ki, bütün pillələrində varlı şəxslər idi. Ona görə varlılar olduğu üçün Roma zadəgan Respublikası sayılır. Bunu unutmuruq. Həmçinin Yunanistandan fərqli cəhət bir o idi ki, Romada vəzifəyə görə əmək haqqı verilmirdi. Gəlirik indi idarə etmə sisteminə. Deməli, senat, xalq yığıncağı, konsul, tribun. Bu, gördüyünüz hər bir idarə üsulu respublikada fəaliyyət göstərir. Senat zaten padşahlıqda var idi. Xalq yığıncağı, konsul, tribun respublika dövrünə artıq fəaliyyət göstərir və sona qədər olacaq, yəni süquta qədər. Senatın vəzifələri nə idi? Daxili xarici işlərə baxmaq, maliyyə xəzinə işlərinə baxmaq, bir də müharibə sülh məsələlərini həll eləmək idi. Təbii ki, qərarları da səs vermək üçün xalq yığıncağına göndərəndə məhz senat idi. Xalq yığıncağı hər il 2 dənə konsul seçirdi, amma 2 nəfər seçməli idi ki, bunlar da xalq yığıncağı tərəfindən seçilən şəxslər idi. Senatın hazırladığı qərarları müzakirə eləmək haqqı xalq yığıncağında idi. Konsullara baxırıq. Konsullar 2 nəfərdən seçilirdi, amma 1 il müddətinə ölkəni idarə etmək haqqına malik idi.
Xalq yığıncaqları tərəfindən partizlərin içindən seçilirdi, yəni varlı şəxslərdən. Müharibə zamanı orduya rəhbərlik eləməli idi və əmin-amanlıq dövründə, yəni müharibə olmayan vaxtda bütün məsələləri senatla məsləhətləşməyə məcbur idi. Sonra tribundan danışdıq. Tribun bayaq dedi ki, plebeylərin hüququnu müdafiə edən şəxs idi və onu dedi ki, öldürmə ən ağır cinayət idi. O, həmçinin plebeylərlə bağlı senat olsun, konsul olsun, hər hansı bir mənfi rəy verərdisə, onu ləğv edə bilərdi, yəni veto deyə bilərdi. Veto da ləğv etmək, qadağan etmək deməkdir. Gəlirik Romada işğal məsələsinə. Deməli, Romada işğalı Rəzəvin 5-ci əsrin ortalarında yaranmış 12 lövhə qanunlardır ki, onun bir neçə maddəsi müasir dövrünə səslənmiş olur. Roma ordusuna biz legion deyəcəyik. Məsələn, Yunanıstanda falanga demişdik. 4500 nəfərdən ibarətdir. Əvvəllər kəndlilərdən təşkil olunur. Bunu unutmayın, çünki sonradan dəyişəcək tərkib. Yunanlıların ortaq cəhəti odur ki, bu da ağır silahlı piyadalardan təşkil olunurdu. Və eradan əvvəl 3-cü əsrdə deyirik ki, Romalılar bütün İtaliyanın işğalını başa çatdıracaq. Bu da Respublika dönəminə aid cəhətdir və testlərə düşür. Gəlirik digər bir müharibəyə, Pun müharibəsinə. Eradan əvvəl 264-dən eradan əvvəl 146-ya qədər olan bir dönəmi əhatə eləmiş olur. Yəni 3-cü əsrin 1-ci yarısı başlayacaq, 2-ci əsrin 2-ci yarısı bitəcək. Müharibənin başlamasının səbəbi Siciliya adası uğrunda mübarizə idi. Bir də Aralıq dənizinin qərbini tutmaq istəyirlər. Baxın, qərbi, şərqi yox. Müharibənin gedişində Roman qalib gəlir, Siciliyanın Sardiniyanı, Korsikanı tutur və Karfagen şəhərini dağıdır. Romanın əyalətinə çevrilir Karfagen şəhəri və Roma Aralıq dənizinin qərb sahillərini tutmuş olacaq. Daha sonra bu müharibəsindən sonra Romalılar şərqə doğru gedir. Suriyanı tutur, Kiçik Asiyanın torpaqlarını ələ keçirir. Sonra Balkan istiqamətində yol açır. Eradan əvvəl 146-cı ildə Makedoniyanı, sonra Yunanistanı məğlub edir, onu da öz əyalətinə çevirə bilir. Daha sonra eradan əvvəl bu hadisələrdən sonra eradan əvvəl 2-ci əsrdə Roma Aralıq dənizi hövzəsində ən güclü dövlətə çevrilmiş olur. Amma Yunanistan isə eradan əvvəl 5-ci əsrdə Yunan-İran müharibələrindən sonra deyirik ki, Aralıq dənizində hakim dövlət olmuşdur. Daha sonra Roma işğal olunmuş əraziləri təbii ki, canişinlərin vasitəsilə idarə eləmiş olur. Romada da vergi verə bilməyənləri yenə qul edirdilər. Burada qullara biz danışan alətlər deyirik və danışan əmək alətləri deyirik. Və heç bir ölkədə deyirik ki, Romada olduğu qədər qul yox idi. Ən çox buradaydı. Gəlirik qladiator döyüşlərinə. Qladiator döyüşləri qullar arasında keçirilirdi. Ən güclü qullar seçilirdi və eradan əvvəl 3-cü əsrdən başlayaraq Romada bu tipli döyüşlər olurdu. Biz ona qladiator döyüşləri deyirik. Orada qalib gələnlə məğlub olan arasında bir məsələ var idi ki, deyirik ki, məğlub qladiatorun taleyi tamaşaçıdan asılı idi. Yəni, əgər tamaşaçı baş barmağını yuxarı qaldırardısa, o sağ qalırdı, aşağı endirirdisə, qalib məğlubu öldürməli idi. Sonra ən məşhur məsələ Qıraq qardaşlarının torpaq islahatıdır. Bu da Respublika dövrünə aid məsələdir. Romada dediyimiz kimi qul əməyi o qədər geniş istifadə olunurdu ki, kəndlilərdə artıq ehtiyac yaranmırdı. Yəni, kəndlilər öz işini itirirdi. Ona görə eradan əvvəl 133-cü ildə Tiberi Qıraq torpaq qanunu təklif edilmiş olur. Bu qanunda deyilir ki, hər bir varlı Romalı 250 hektardan artıq torpağa sahib ola bilməzdi. Artığı alınırdı və həmişəlik yoxsullara paylanılırdı. Və kəndlilərə paylanılan torpaqlarını satmaq qadağan olunurdu, yəni özlərində qalmalıydı. Amma sonradan senat etiraz eləyir, buna qarşı çıxmağa başlayır, onun qanunlarını qəbul etməməyə çalışır, amma buna baxmayaraq həmin qanun qəbul olunur və yoxsullar torpaq da paylanacaq. Amma sonradan Tiberinin üstünə şər atırlar ki, padşah olmaq istəyir, ona görə onu öldürürlər. Sonra qardaşı gəlir, xalq tribunu seçilir eradan əvvəl 123-cü ildə. O, qardaşının statını davam etdirir, həmçinin yoxsul kəndlilərə dövlət anbarlarından ucuz qiymətə taxıl verməyə başlayır. Baxın, ucuz qiymətə, yəni pul məsələsi var da burada. Yəni pulla verilir o taxıllara. Amma qardaş kimi onu da öldürürlər və bundan sonra isə kəndlilərə torpağın paylanması dayandırılır. Və varlılar torpaqlarını yenidən satmağa başlayırlar. Həmçinin də kəndlilərin aldığı torpaqların satılmasına icazə verən qanun da qəbul edilmiş olur. Respublika dövründə önəmli bir hadisə Spartak üsyanıdır. Eradan əvvəl 74-71-ci illərdə baş verir bu üsyan. Deməli, lakin bu üsyanda yatırılmış olacaq. Çünki senat Makrasın başçılığı ilə dəstələri göndərmiş olur
və daha sonra isə baş verən ən sonuncu döyüşdə həm Krasın, həm də ona köməyə gələn Pompeyin yardımı nəticəsində həmin Spartak üsyanı sona çatdırılmış olur. Spartak orada həlak olur və Spartak üsyanı da yatırılmış olur. Sonra gəlir Romada əsas məsələlərdən biri vətəndaş müharibəsi. Bu da Respublika dövrünə aiddir. Deməli, necə olur ki, vətəndaş müharibəsi baş verir? Deməli, əvvəl ordu deyir ki, bayaq kəndlilərdən təşkil olunurdu, amma artıq muzlulardan təşkil olunurdu. Və burada artıq belə bir məsələ çıxır ki, artıq yeni toplanan ordu Roma dövlətinə yox, sərkərdələrin özə sədaqət and etməlidir. Ona görə də əvvəl 1-ci əsrdə Romada hakimiyyətə gəlmək istəyən sərkərdələr arasında vətəndaş müharibəsi olur. Vətəndaş müharibəsi bir ölkənin daxilində baş verən müharibə hesab olunur deyə ona biz vətəndaş müharibəsi deyirik. İlk öncə Krasla Pompey deyirik ki, Spartak üsyanı yatırılmasından sonra Romada hakimiyyət uğrunda mübarizə aparır. Lakin Julius Caesar da bunlara qoşulur. Gedişin nəticəsində Senat Sezarı qaydada canişin təyin eləmiş olur və bir müddət orada hakimiyyətdə olur. Bir də 49-cu ildə Sezardakı püşk atılmışdır. Belə bir ifadə işlədir və mübarizəyə başlayır. Mübarizə nəticəsində isə Romaya gəlib çıxanda Pompey belə deyək, hazırlıqsız yaxalanır türklər demiş və müqavimət göstərə bilmir deyənə Sezar Pompeyin tərəfdarları arasında gedən vətəndaş müharibəsi nəticəsində qalib gəlmiş o. Yəni Sezarın qalib gəlir, Pompey məğlub olur. Və Sezar həm Romanın, həm də İtaliyanın digər ərazilərini ələ keçirir. Və özünü də ömürlük diktator elan eləmiş olur. Onun hökmdar kimi ehtiram göstərilməsi bizə nə sübut edir? Birincisi, onun heykəllərini tanrıların heykəlləri yanaşı qoyurdular. Digər bir məsələ o ki, adına pul kəsilirdi. Cəmi 5 il hakimiyyət dövrü olur onun, 49-dan 44-ə qədər. O Respublika rejiminə son qoymur, amma monarxiya qurmaq istəyir. Amma bu monarxiya yaratmaq istəməsi ona baha başa gəlir. Bir də 44-cü ildə deyirik ki, Respublika tərəfdarları sui-qəsd hazırlayır. Həmin qəsddə də onun öz dostu rəhbəri idi, Brut. Və 20 xəncər zərbəsi vurulandan sonra deyirik ki, Sezar ölür. Və bundan sonra Antonin Octavian Respublikasına qarşı mübarizəyə başlayır. Onları məğlub edir. Sonra aralarında bir razılıq əldə edib ölkəni bölürlər. Octavian qərbə, Antoni şərqə rəhbərlik eləməyə başlayır. Lakin bir müddətdən sonra bunlar da rəqib olur. Və 31-ci ildə bunlar arasında Aksiya yaxınlığında döyüş olur. Və döyüşdə Octavian qalib gəlir. Və Octavian həm şərqi, həm qərbi birləşdirir. Və Romanın tək hakim olur. Və 3 ildən sonra eradan əvvəl 27-ci ildə imperiya rejiminin əsasını qoyur. Və Senat da buna görə Octaviana müqəddəs adı verir. Yəni Avqust, bildiyimiz indiki Avqust ayı onun adından bağlıdır. Octavian hakimiyyətə gələndə yadda saxlayın ki, Senatın səlahiyyətləri məhdudlaşdırır. Bu testlərə düşmüş olur. Yəni imperiya dönəminə aiddir. Özü eradan əvvəl 27-dən eramızın 14-cü ilinə qədər daha doğrusu hakimiyyətdə olur və hər kəs onun sözünü yerinə yetirməyə məcbur idi. Çünki tək hakimiyyət onun əlində idi. Demək, eradan əvvəl 2-ci əsrdən sonra müəyyən bir dövr keçəndən sonra, Aralıq dənizində hakim dövlət olandan sonra Roma artıq 1-ci, 2-ci əsrlərdə yenidən öz qüdrətinin zirvəsinə qalxmış olur və Mark Traiana bağlı fəaliyyət öyrənir artıq. Mark Trayan 98-dən 117-yə qədər hakimiyyətdə olan bir zamanda Dunay çayının sahilləridir. Daha sonra 115-117-ci illərdə Mesopotamiyada, Kilikiyada, Ərəbistan yarımadası ki, bunları ələ keçirir. Parfiyanın paytaxtı Ktesifonu da tutur, lakin üsyan baş verir deyəni geri qayıtmağa məcbur olur. Ona görə Parfiyanın fəthini tam başa çatdıra bilmir, yəni tam işğal edə bilmir. Və 2-ci əsrdə dövlətin ərazisi artıq genişləndiyinə görə Atlantik okeanından başlayır, ta ki Britaniyaya qədər gəlib çıxmış olur. Və Romada imperiya dönəmində biraz elm inkişaf əldə üçün müəyyən qurğulardan istifadə olunur. Artıq burada qullar 2 hissəyə ayrılmağa başlayır. Biz buna daxmalı qullar, kolonlar deyəcəyik. Daxmalı qul adından bildirildiyi kimi yenə qul hesab olunur. Yəni azad deyildi, amma kolonlar azad hesab olunurdu. Bunlar daxmalı qullar ailə qula bilərdilər, daxma tikə bilərdilər. Özlərinin hər hansı bir torpaq sahəsi var idi. Amma kolonlar daha yaxşı işləyirdi daxmalı qullara nisbətən. Oxşar cəhəti o idi ki, bunların əldə etdiyi məhsulun bir hissəsini özlərinə götürürdülər, bir hissəsi isə torpağa sahibinə verilirdi. Qullarla bağlı yenilik olur ki, imperiya dönəmində İranın 2-ci əsrində, yəni bizim eramızın 2-ci əsrində Adrian adlı hökmdarın dövründə
qulların öldürülməsi qadağan olunur. Bu məşhur bir hadisə olduğu üçün tez-tez düşür. Sonra gəlirik nəyə? İmperator Konstantin. Və Roma şəhərini Konstantin o qədər sevmirdi deyənə 330-cu ildə paytaxtı dəyişir, Vizantiyaya köçürülür və onun şərəfinə də paytaxt Konstantinopol adlanır. Uzun müddət bu cür qalır. Gəlir Roma imperatorunun imperiyasının parçalanmasına daha doğrusu. Deməli, dövlət 4-cü əsrin ikinci yarısından etibarən müəyyən xarici hücumlara məruz qalmağa başlayır və bir müddət sonra Roma ikiyə bölünür. Şərqə və qərbə. Şərqi Roma bildiyimiz Bizans dövlətidir. Bunu ayrılıqda öyrənəcəyik. Bir də Qərbi Roma. Öyrəndiyimiz 395-dən sonraki Roma Qərbi Romadır. Ərazi baxımından Qərbi Roma İtaliyadır, Avropadır, Afrikanın qərbi əyalətlərini idarə eləmiş olur. Şərqi Roma isə Balkan yarımadasıdır, Misirdir. Romanın Asiyadakı olan torpaqlarını isə Şərqi Roma idarə edir. Daha sonra gəlir digər xarici hücumlara. Baxın, ərazi baxımından burada yerin göstərdiyi bir də. Baxın, çəkməyə bənzər ərazi Romanın öz ərazisidir. Bu orada Siciliyadır, burada Sardiniyadır, burada Korsika'dır. Korsika indi Fransa mülküdür. Baxın, Fransa burada yerləşir. Amma Sardiniya, Siciliya indiki Romanın öz ərazisi hesab olur. Baxın, burada bölünübdür həqiqətən. İtaliya, Avropanın qərb qismi qalır Qərbi Romada, amma Balkan yarımadasıdır, Misirdir, Kiçik Asiya ərazisidir, məsələn, Aralıq dənizinin şərqidir. Bunlar qalır Şərqi Romanın özündə. Paytaxtı olan Konstantinopoldur, Qərbi Romanın kilisi də Romadır. Aralıq dənizdə baxın budur. Aralıq dənizində hakim dövlət ona görə həm Yunanistan olub, həm də Roma olub. Və Karpikində baxın budur, Siciliyanın düz üzbəyizi. Gəlirik Qərbi Roma imperiyasının süqutuna. Deməli, 5-ci əsrin ortalarında Hunlar Roma şəhərinə hücum eləyir. 455-ci ildə isə Vandallar hücum edib Roma dağıdır və 476-cı ildə isə axırıncı hücumdan sonra Qərbi Roma tamamilə süqut eləmiş olur. Qərbi Romanın süqutu həm də ki, Avropada artıq quldarlığın bitdiyi dövr hesab olunur. Artıq orta əsrlər dövrü başlayır Avropada. Gəlirik Roma mədəniyyətinə. Deməli, Yunanlılarla Romalıları yaratdığı mədəniyyət antik mədəniyyətdir. Bunu unutmuruq. Antik sözü qədim deməkdir. Romanın özündə əvvəldə qızıl şəhər və adi şəhər deyilir və onun özündə bir dənə mərkəzi meydan var. Biz ona forum deyirik. Daha sonra termlər var, yəni isti hamamlar var ki, bu da Roma mədəniyyətinə aiddir. Eradan əvvəl 1-ci əsrdən bizim eranın 1-ci əsrinə qədərki olan dövrə isə Romanın qızıl dövrü deyil. Roma paydasının qızıl dövrü. Gəlirik şəxsiyyətlərə. Böyük Plininin təbii tarixi adlı əsəri var. Tit Lividə məşhur tarixçilərdən biri hesab olunur. Birinci il isə İmperator Oktavianın sifarişinə daha doğrusu Eneid əsərini yazıb. Təqvim bayaq dedim ki, eradan əvvəl 753-cü ildən başlayır. Yazı olaraq Romalılar Latin əlifbasından istifadə edibdir və əlifba əsasında bir neçə yazılar formalaşıb. Bunlarda teatrlar, tamaşalar göstərilirdi. Məsələn, bunlarda ritonlara qədəhlər ifadəsi verilmişdi. Yəni, qədəhlər ritonlar adlanırdılar. Bunlarda baş tanrı Yupiterdir, amma dini baxımdan 1-ci əsrdə xristianlıq yayılmağa başlayıb Fələstində. Tək tanrılı bir dindir. Peyğəmbəri İsa'dır, kitabları İncildir, amma rəhbərlərinə yepiskop, yəni papa deyilir. Təşkilatı rəhbərlərdə, yəni ki, sitayiş edirlər ki, kilsə adlanırlardı. Artıq 4-cü əsrdən başlayaraq deyirik ki, Romada xristianlara açıq ibadət eləməyə icazə verilir. İl baxımından desək, əvvəlki nəşrlərə əsasən 313-cü ildir ki, xristianlıq artıq Romada rəsmi dinə çevrilmiş olur. Məsələn, bu bizdə də elə idi, Urnaharın dövründə də olub. Bir digər burada memarlıq nümunələrini sizə sayım. Panteon məbədi daha vacibdir, çünki Yunanistanında Parfenonu öyrənirik. Panteonu burada. Panteonu İtaliyanın tılsına həyatda saxlayan, Parfenonu Afinanın fılsına. Bütün tanrıların mənbədindən biz Panteon deyirik, bunu unutmuruq. Bir də bunlarda beton ixtira olunur, bir də heykəl daşların əsas özəlliyi o idi ki, onlar insanı elə formada inşa edirlər ki, heykəldən həm insanın xarakterini göstərə bilirdilər, həm də xarici baxımdan, daxili baxımdan insanları göstərə bilirlər də, yəni xarakterini. Və tağlar, sərdabələr, günbəzlər də Romalıların özünə aiddir.